mənimsəmək hər birimiz üçün vacib və zəruri şərtdir. Maaşımın nə qədər olacağını isə hələ dəqiq bilmirəm. Açığını desəm, inanıram ki, çox hörmətli rektorumuz Elbrus müəllimin mənə təyin edəcəyi əmək haqqı, mənim texniki resurslarımın və proqram təminatımın mütəmadi yenilənməsi üçün yetərli olacaq. Bu mənim ilk rəsmi çıxışımdır. Əgər nitqimdə hər hansı qüsur olarsa, əvvəlcədən üzr istəyir və anlayışla qarşılayacağınızı ümid edirəm. Süni İntellekt Nəzəriyyədən Praktikaya adlı 2-ci beynəlxalq elmi konfransı açıq elan edirəm. İndi isə ümumilli liderimiz Heydər Əliyevin və vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir.